Tərəvəz yeyəndə nə olur müəllim? Tərəvəz yox, doktor bilsin necə, elmi ki, soğandır, ətdir, belə şeylərin dadını hiss eləmirəm mən. Mən başqa yeməklərin dadını hiss eləyirsinizmi? Arada elə yeməklər var, hiss edirəm yeməyin dadını. Ancaq xiyardır, xiyarı yeyə bilmirəm, sabun dadı gəlir, şampun dadı gəlir. Aha. Vallahi. Qarpuzdur, məsəl üçün qarpuz əvvəl yeyirdim, indi yeyə bilmirəm. 4 ildir beləncidir məndə. 4 ildir. Bəlkə koronavirusdan sonra belə olub? Vallahi bilmirəm, ola bilər ondan sonra olsun. O ərfədən sonra elə bil mən Rusiyada idim, işləməyə getmişdim. Gələndən sonra beləcə oldu. Çünki tarix təqribən həmin dövrə uyğun gəlir, ona görə dedim. O dövrlərlə uyğun gəlir, bəli, bəli. Hə. Aydındır, hə. Orada yenə elə həmin o dediyim söhbətdir. Yəni bir mənalı şəkildə orada onu demək mümkün deyil. Ancaq hər halda yenə də nə olur olsun, səbəbi aydın olmalıdır ki, öyle koronavirusdan sonra da olubsa, orada da yenə seçici bir cəhət var. Məsələn, bəzi qidalarda hiss eləyir. Mən ona görə deyirəm, dünyada neçə milyard adam varsa, o milyard qədər də kiçik bir dünya var, yəni adam var. Görürsünüz, məsələn, əvvəlki deyir, bütün ağzımın dadı gedib, Ramiz müəllim, bu bizim izləyicimiz deyir ki, xiyara bir neçə qidaya qarşı dad bilmirəm, ancaq başqa qidalar var ki, dad bilirəm. Nə qədər görün fərqli-fərqli şikayətlərdir. Yəni, bir mənalı şəkildə özü də etiraf elədi ki, həmin dövrdən bəri qalıb. Seçmə də olsa, yəni koronavirusdan sonra qala bilər. Bizim xeyli xəstələrimiz olub ki, onlar dad bilmə, iyi bilmə itib və bizim müalicədən sonra bərpa olub. Təbii ki, onu birbaşa burada mən elan eləsəm ki, elə kimin dad bilməsi, iyi bilməsi itibsə, mən onu bərpa eləyəcəm, o böyük bir yalan olur. Ancaq yəni, bir reallıqdır dediyim. Reallıqdır, elə qoşulub da deyə bilən.